Toast for Azerbaijan. İsrail-İran münaqişəsi başlayandan sonra xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir. Gecə saatlarında Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə vətəndaşların təhlükəsiz şəkildə Azərbaycana keçidi təmin edilib. 10 nəfərdən çox Amerika Birləşmiş Ştatları və digər xarici ölkə vətəndaşları ölkəmizə təxliyə olunub. Sərhəddə bizə rahat keçid şəraiti yaradıldı. Təxliyə üçün göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Azərbaycana təxliyə olunduğumuz üçün xoşbəxtəm. Bura çox sakit, təhlükəsiz yerdir. Müharibə, raketlər, güclərin toqquşması yoxdur. Bu baxımdan deyə bilərəm ki, xoşbəxtsiniz. Ölkənizdə sülhü, əminamanlığı qoruyun. Qeyd eləyək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.